Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlərə MİQ və sertifikasiya proqramında xüsusi adı keçən ehtimal nəzəriyyəsinə aid olan məsələlərdən olan zər məsələlərinə toxunacağıq. Ehtimal nəzəriyyəsinə aid məsələlərdə növlər çoxdur. Bu gün biz ən çox müəllimlərin qarşısına çıxacaq və imtahanda qarşılaşa biləcəyimiz tiplər olan zər məsələlərinə toxunacağıq. Təbii ki, zamanla digər məsələlər növlərindən də sizlərə izahlar verəcəyik. Əvvəlcə baxaq görək zər məsələlərində biz hadisənin ehtimal deyəndə nəyi başa düşürük? Ehtimalın klassik tərifinə əsasən ehtimal, hadisənin ehtimalı bərabərdir. Burada əlverişli hallar və ya tələb olunan hallar yazılır. Eyni şeydir. Əlverişli hal bölünsün bütün halı. Bu bütün halların digər adı mümkün hallardır. Bütün hallar. Bu nə deməkdir? Bir də müəllimlər, biz məsələlərdə bir ədəd ideal nərd-zəri anlayışı var. Daha çox siz qarşılaşacağınız suallarda zər sözü olur. Sadəcə bir zər atdıqda, iki zər atdıqda. Bu ideal nərd-zəri ona görədir ki, biz konkret olaraq nərd taxta var da, belə deyək. Onlarda oynanılan nərd-zərindən söhbət gedir. Zər ola bilər ki, bunda üzləri 1-dən 6-ya qədər sıralanmasın. İdeal nərd-zəri deyiləndə bunun üzərində 1, 2, 3, 4, 5, 6 dənə xal olur. Amma siz narahat olmayın. Yəni sizin qarşınıza sadəcə məsələlər zərlə bağlı ehtimal məsələləri çıxarılır. Siz də düşünün ki, orada 6 dənə xal var. Yenə deyirəm, ideal nərd sözü olmaya da bilər. Amma ən dolğunu yəni budur. İndi bizdə hadisədə biz bir dənə zər atanda 6 dənə xalımız var. Ona görə bir dənə zərdən söhbət eləyəndə məxrəcdə hər zaman 6 yazacağıq. Bununla bağlı suallara toxunacağıq. Bəzən 2 dənə zərdən söhbət gedir. 2 zəri atdıqda və s. və ilə axır. O zaman məxrəcdə 36 gedəcək. Yəni bu 6 vur 6 hadisənin vurulmasıdır. Amma biz o qədər dərinliyə ehtiyac yoxdur. Sonra 3 zərdən söhbət gedəndə 6-nın üst dəfə öz-özünə vurmaq 216 və s. Bu formada davam edirik. İndi bizim sualımızda bir ədəd zərdən söhbət gedir. Düşən xalın 3-dən kiçik olması. Düşə biləcək xallar bunlardır. Amma 3-dən kiçik olması, 3-dən kiçik hansı ədəd var burada? 1 və 2. Deməli, əlverişli halımız və ya tələb olunan halımız 6-da 2-dir. İndi baxaq cavablara. Burada dropla verilib və ya belə kəsr xətlərlə heç bir problem yoxdur. Bəzən suallarda cavablarda 6-da 2 olduğu kimi saxlanıla bilər. Bəzən isə bu ixtisarla verilə bilər 3-də 1. Çox vaxt ixtisarla da verilir. Müəllim, 6-da 2 və 3-də 1 ikisi də eyni zamanda ola bilərmi? Təbii ki, ola bilməz. Deməli, bu çünki bir-birinə bərabər kəsirlərdir. 3-də 1 kəsir. Bunu harada görürük? Burada A variantında görürük. Baxırıq ikinci sualımıza. Bir ədəd ideal nərd-zəri atılır. Düşən xalın 7 olması ehtimalını tapın. Az öncə dedik ki, bir zəri atanda üst-üzə düşə biləcək xallar 1, 2, 3, 4, 5 və 6 ola bilər. Gördüyümüz kimi burada 7 yoxdur. Əgər bu hadisə, belə deyək, mümkünsüzdürsə, o zaman hadisənin ehtimalı 0-a bərabərdir. Yəni burada 7 xalı yoxdur. Biz istəsək də onu ata bilməyəcəyik. Və ya bunu başqa cür belə deyə bilərik ki, tələb olunan halların sayısı 0-dır. Burada da 6-dır, 0-6-ya böləndə 0. Deməli, müəllimlər, əgər hadisədə mümkünsüzlük varsa, deyirik ki, mümkünsüz hadisələrin ehtimalı 0-a bərabər olur. Yəni burada biz istəsək də bunu ehtimal tapa bilməyəcəyik. Doğru cavab E variantı. Yəni ehtimalı yoxdur demirik. Ehtimal 0-a bərabərdir deyirik. Gəldi indi üçüncü sualımıza. Bir cüt ideal nərd-zəri atılır. Düşən xallar cəminin 11-dən böyük olması ehtimalını tapın. Dəyərli müəllimlər, 2 dənə zər və ya bir cüt zər eyni anlayışdır. Ona görə bizim bütün hallarımız, yəni mümkün hallarımız 36 olacaq. Məxrəcə yazdıq 36. İndi düşən xallar cəminin 11-dən böyük olması. 11-dən böyük 12, 13 və s. bu formada gedir. Və biz az öncə yenə təkrar edirəm, zərlərin üzərindəki xalları yazanda maksimum neçə olduğunu gördük? 6 olduğunu. Deməli, zərin birini atdıq, buna 6 düşdü. Digərini də atdıq, maksimum 6 düşdü. 6 üstə gəl 6 bərabərdir 12. Biz istəsək də 13-ü ala bilmərik. Deməli, burada növbəti bir qaydamızı, bir cümləmizi ortaya çıxara bilərik ki, 2 zəri atdıqda onsuz da düşə bilən maksimum xallar cəmi 12 ola bilər. Deməli, burada da hadisənin ehtimalı nə qədər eləyəcək? Hadisənin ehtimalı 6 üstə gəl 6 bərabər 12. Deməli, bir dənə hal var. 36-da 1. Doğru cavab A variantı. Yəni 11-dən böyük
Ədədlər çoxdur, sonsuz saydadır. Amma bizim zərlərimizdə biz bunu bir dənə halda ala bilərik. Zərlər belə deyil, 6 qoşa düşsün. 6 ilə 6 düşsün, bunu da cəm eləsin. 12 və 11-dən böyük olsun. Və qoşaları da bir kombinasiyasını götürürük. 6, 6. Növbəti, gəldik 4-cü sualımıza. Bir ədəd ideal nəticələr atılır. Düşən xallar hasilinin 35-ə bərabər olması ehtimalını tapın. 35 olması üçün 35 hansı ədədlərin hasilidir? 35 5 vur 7-nin və ya 1 vur 35-i. İndi təbii ki, bunların təkrar kombinasiyasını da yaza bilərik. Amma zərlərin üzərində 5 var, 7 var, xeyr. 1 var, 35 var, xeyr. Deməli, burada da mümkünsüzdür və hadisə mümkünsüzlüyü olduğu halda bu zaman biz deyəcəyik ki, hadisənin ehtimalı yenə 0-a bərabərdir. Yəni, 2 dənə zəri atanda elə bir xallar düşməlidir ki, bu 35 versin. Zərlər üzərindəki xallar da 1-dən 6-ya olduğundan biz burada bir-birinə vuranda 35-i ala bilmirik. Yəni 35 hasilini yarada bilmirik. Buna görə də dedik ki, hadisənin ehtimalı nəyə bərabərdir? Hadisənin ehtimalı 0-a bərabərdir. Doğru cavab D variantı. Növbəti sualımıza baxırıq, dəyərli müəllimlər. Bir cüt ideal nəticələri atılır. Düşən xallar hasilinin 6 olması ehtimalını tapın. Deməli, gəlin baxaq görək, hansı hallarda hasil 6 ola bilər. Və 1, 2, 3, 4, 5, 6 olduğunu da bilirik. 2 dənə də zərdən söhbət getdiyinə görə bizim bütün hallarımız 36-dır. Görək, bu verilən ədədlərdən, yəni bu zərin üzərindəki xallardan hansıların hasil 6 eləyir? Baxaq, 1 vur 6 ola bilər. Sonra 2 vur 3 ola bilər. Və bunların təkrar hallarını biz yazırıq. Deməli, 1 vur 6-nı 6 vur 1 yazırıq. Sonra 2 vur 3-ü 3 vur 2 yaza bilərik. Bunun adı gedir təkrar kombinasiyalar, yəni mütləq şəkildə yazılmalıdır. Biz bir dəfə atdıq zəri 1 düşdü, digər 6 düşdü. İndi növbət dəfə atırıq. Bayaq 1 düşən zəri 6 düşür, bayaq 6 düşən zəri 1 düşür. 1 6 ola bilər, 6 1 ola bilər. Deməli, əlverişli hallarımız 4-dür. O zaman hadisənin ehtimalı tələb olunan hal 4 olduğundan 36-da 4 olacaq. Bunu 36-da 4 kimi saxlaya bilərik cavablarda olmadığından. Deməli, bu ixtisar gedib 4 4-də 1, 36 4-də 9. Deməli, hadisənin ehtimalı olacaq 9-da 1 D variantı. Sonra gəldik, baxırıq hansı suala. 6-cı sual, gözəl sualdır. Bir cüt ideal nəticələr atılır. Düşən xallar cəminin 7-dən böyük, 10-dan isə kiçik olması ehtimalını tapın. 7-dən böyük, 10-dan kiçik hansı ədədlərdir? 7-dən böyük 8, 10-dan kiçik 8 və 9. Yəni 7-dən böyük, 10-dan böyük 8, 9-dur. Deməli, biz tapmalıyıq ki, hansı halda xallar cəmi 8 və 9 verir. Gəlin əvvəlcə 8-ə baxaq. 8 olması üçün 2 6 olmalıdır. 2 üstəgəl 6. Sonra 3 üstəgəl 5 olmalıdır. 4 üstəgəl 4 olmalıdır. İndi bunların təkrarlarını, yer dəyişmələrini də yazacağıq. Qoşa bir dəfə yazılır. Sonra 3 5 yazmışıqsa bunun 5 üstəgələk 3-ünü yazacağıq. 2 üstəgəl 6 yazmışıqsa 6 üstəgələk 2-ni yazacağıq. Görək bizdə 1 2 3 4 5. Deməli 5 hal burdadır. 5 hal. Bu 8-dir, cəm 8. Cəmin 8 olması halı. İndi gəlin 9 araşdıraq. Cəmin 9 olması halı. Cəmin 9 olması üçün 1 ilə nəsə gəlmir, 2 ilə nəsə gəlmir. Deməli 3 üstəgəl 6 ola bilər. Sonra 4 üstəgələk 5 ola bilər. Bir də bunların təkrar kombinasiyaları. 6 üstəgələk 3 ola bilər və 5 üstəgələk 4 ola bilər. Başqa 9 ola biləcək hal var? Yox. 6 dənə haldan cəmin 9 olması üçün bunlardır. Deməli burada da 4 hal var. İndi müəllimlər, cüt zərdən söhbət gedir. Yəni 2 dənə zərdən söhbət gedir. O zaman bütün hallarımız 36-dır. Bəs tələb olunan və ya əlverişli hallar hansılardır? 5 hal buradaydı, 4 hal burada. Deməli 5 üstəgələk 4. Bu da bərabərdir 36-da 9. Bunu da ixtisar eləsək alınar 4-də 1. Deməli 7-dən böyük, ondan kiçik olması üçün 8 və 9 olmalıdır. 8 olması üçün 5 hal, 9 olması üçün 4 hal. Ümumi olacaq 4-də 1, yəni A variantı.
Növbəti sualımıza baxırıq. Bir cüt ideal nəticələri atılır. Düşən xallar cəminin 8-dən böyük olması ehtimalı. 8-dən böyük olması üçün hansılar olmalıdır? Cəm bərabərdir 9 halına baxacağıq. Cəm bərabərdir 10 halına baxacağıq. Cəm bərabərdir 11. Cəm bərabərdir 12. 13 mümkün deyil. Çünki biz istəsək də 13 ala bilmirik. Yəni maksimum 6-6 düşə bilər. İndi gəlin 9 olması hallarına baxaq. 3 üstəgəl 6, sonra 4 üstəgəl 5, sonra 5 üstəgəl 4, sonra 6 üstəgəl 3. Cəmin 9 olması üçün 4 hal. 4 hal buradadır. Cəmin 10 olması üçün hala baxaq. 4 üstəgələk 6, 5 üstəgələk 5, 6 üstəgələk 4. Qoşalar bir dəfə yazılır. 3 hal buradadır dəyərli müəllimlər. Cəmin 11 olması halına baxaq. Cəmin 11 olması üçün 5 üstəgələk 6 olmalıdır. Bir də 6 üstəgəl 5. Təkrar 2 hal buradadır. Cəmin 12 olması üçün isə cəmi bir hal var. 6 üstəgələk 6. Burada da 1 hal. İndi gəlin əlverişli hallar sayına baxaq və ya tələb olunan hallar sayına baxaq. Görək 8-dən böyük olan hallarımız hansıdır? 4 hal buradadır, yəni 9 olması. 3 hal buradadır, yəni 10 olması. 2 hal buradadır, yəni 11 olması. 1 hal da buradadır, yəni 12 olması. 4, 3, 7, 9, 10. Deməli, əlverişli və yaxud tələb olunan halların sayı 10'dur. Bütün hallarımız isə, yəni yazıram bura ehtimal. Da hamısında ehtimal bərabərdir yazmadım da, bilirsiniz bunu. Bütün hallarımız isə 2 zərə olduğundan məxrəc olacaq 36, sürətli olacaq 10. 36-da 10. Cavabda yoxdur, deməli bunu ixtisarla yazacaq. Hər tərəfini 2-yə ixtisar eləsək, alınar 18-də 5. Yəni 2-yə 12-yə 5, 36, 2-yə 18. Doğru cavab 18-də 5, belə bir variant D variantı. Bu qədər dəyərli müəllimlər. Zər məsələlər, yəni ibtidai səviyyədə bundan o tərəfə sual düşməyəcək, buna əmin ola bilərsiniz. Yəni zər məsələlərlə bağlı daha dərin suallar var, aydın məsələdir. Sadəcə biz ibtidai sinif əzmində zər məsələlərinin mahiyyətini dərk eləməliyik. Bir zər atılanda, 2 zər atılanda bununla bağlı cəm və s. və ilə. Kanala abunə olub paylaşmağı unutmayın dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.